Bilirik ki, deməli, xarici bucaqla daxili bucağın cəmi 180 dərəcə eləyir. 180-dan 150 çıxanda qalır 30 dərəcə. Deməli, xarici bucağımız 30-dur. 360 böl n düsturu deyildi, tərəflərin sayı düsturu. Neçə bucaqlı olduğunu tapmaq üçün də çox bucaqlımız neçə tərəfi var. 30 dərəcəyə bərabərləşdirdik. 360-ı neçəyə böləndə 30 eləyir? 360 yerə 30-a bölək ki, bayaq tapa 12-yə böləndə 360-ı 30 eləyir. Deməli, 12 bucaqlıymış. Çox bucaqlımız. 12 dənə tərəf var. Hər tərəfdə 5 santimetrdir. 5 plus 5 plus 5 12 dəfə toplamaq əvəzinə elə bir dəfəli 5 12-yə vurursan olur 60 santimetr Y variantı. Все. Daxili bucaqla həmişə yadınızda saxlayın. Xarici bucağın cəmi, yəni daxili bucağı 150 verib də bir sözlə də 150 bura 30 qalır da xarici bucağı. Fiqurda tutaq ki, belə gedir də. Все. Bu qədər.